no fim de semana. Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dostlar dedim neyini? Bildiğiniz gibi burada ben yani öz dizilişimdir bu. Neçə vaxtı bu dizilişlə oynayıram. Yəni bu diziliş onu bir gün göstərəcəm ki, sizə necə bir oyun üçün necə performans göstərir, metada özdə. Yəni mən bu kadro, bu dizilişlə yəni böyük bir şeylər bacarıram ki, uda bilməyəcəyim rəqibləri uduram. Momentumda olur bəzən, amma bəzən sırf öz oyunçuluğumla da uduram. Yəni birincisi bu dizilişi yəni iki forvet, bir dənə gizli forvet, olsa ya da biri göbək də ola bilər. Bir dosta ya derin çizgi verin, ya da ki defansif verin. İkisindən birini verin, də onları göstərəcəm sizə. İki dənə sürətli, biri oyun kurucu, biri yok edici stoper olmalıdır. İki dənə hücumçu bek olar. Məsəl üçün bu 95'dir. Eşref Hakimi, özel basımdır bu. Gördüyünüz kimi defansif, yəni bunda bu qədər yüksək deyil. Mən bunu özel basım eləyib eləmişəm. Sürəti də yerindədir. Dayanıqlılığı da yerindədir. Qalan elə də böyük bir şeyə ehtiyac yoxdur. Alçaqdan pas, yüksəkdən pas 77, 78 bəsdir buna. Onsuz mən bunlarla mən yüksəkdən pası ən çox ofansif orta sahalarına verirəm. İndi olan da paslarını göstərəcəm sizə. Mikel Silvestriyə də baxaq. Mikel Silvestridəki gördüyünüz kimidir. Bunu da defansif özəlliklərini qaldırmışam. Sürəti, yenə də dayanıqlılığı öz yerində. Bunda pasları yenə də 82-86 öz yerində yaxşıdır. Yəni belə, qapıcı fərqi yoxdur, hücumcu. Hücumcu olsa əslində də yaxşıdır. Çünki bəzən bu düzülüş top çevirmə oyunu deyə boşluq verir müdafiədə. Yəni heç olmasa qapıcını ya özü çıxsın ya da siz rahatlıqla çıxarda bilərsiniz. Yəni biraz qabaqda olsun da. Ona görə hücumcu kaleci olsa daha yaxşıdır. Bunlarda çift vuruş olsa bu üçündə, yəni çox böyük bir verim alacaqsınız. Çift vuruş oyunun ən meta, yəni şeydir də, özəlliyidir. Orkun Kökçüyə baxaq. Buna da özəl basım eləmişəm. Tam orta sahadır o heç. Alçaqdan pasına, yüksəkdən pasını qaldırmışam. 96-97'dir. Sürəti 91, şut gücü 98, dayanıqlılığı 102. Burada pas basmışam buna. Tək pas, ara pası verməz. Öngörülü pas. Bu çox önəmli bir şeydir. İndi Rafinyanı da göstərim. Boşluq kollayandı Rafinyada. 91, 90, 91. Yüksəkdən pas, alçaqdan pas. Bunu mən özüm qaldırmışam. Çünki mən Rafinyanı tam qaldırmadım. Rafinya ilə çünki mən içəridə qət eləyirəm. Amma Orkun Köksünü eləmirəm. Çünki Orkun Köksü kıvraq deyil. Amma Rafinya kıvraqdır. Ona görə Rafinya ilə içəridə qət eləyirəm arada. Dəqiqə. Hə. Buradakı gördüyünüz kimi bütün oyuncularda elə eyni danışdığım kimidir, hamısı da eynidir. Yəni çalışın bura 2 dənə fırsatçı golcü, bir dənə gizli forvet, deyirəm, boşluq kollayan. Burada göbəyə ya tam orta saha ya orkestra şefi. Mən o sevləmişəm, tam orta saha qoymuşam. Burada bir dənə defansif orta saha. Bireysel talimatları da göstərim sizə. Baxın, indi burada özüm eləyəcəm. Məsəl üçün, sol bekə mən defansif verdim. Defansif özəlliklər basmışam, plus defansif verirəm ki, defansda qalsınlar. Bunlar hücumçudur, çox hücuma çıxırlar, rəqibə oradan boşluq verirlər. Ona görə də bu da pis olur da, yəni boşluq verən kimi istər-istəməz gəlirlər, girirlər, dank veriyoruz, gol. Buna da bir dənə defansif verək. Burada derin çizgiyə də bunu veririk. Buna da defansif də verə bilərik, amma derin çizgin bir şey yaxşıdır ki, öz xəttində qalır. Oranı tam qoruyur da, yəni tək. Bunu da özəllərini göstərim, bunu da özəl basmışam, Kayseri'də onu. 93-92 pası var, paslarını qaldırdım. Gördüyünüz kimi defansif özəlliklərinə söz ola bilməz. Sürəti də öz yerində, dayanıqlılığı da öz yerində. Mükəmməl də, yəni tam oranı qoruya bilir. Başqa sizə nə deyim mən belə. İkinci yarı məsəl üçün olanda Mbuyemonu salıram, boşluq kollayandı, bu da bunun kimi. Ya da bunu da salıram, bu da boşluq kollayandı. Cruyff'un bir dənə mənfi cəhəti oldu ki, çift vuruş yoxdur, məni çox yorur. Həmişə çift vuruş eləyirəm, mən çaşıram, bunda eləmirəm. İstər-istəməz yorulur da adam. O cəhətdən pisdir biraz.
Burada Rashford salıram bura. Rashford çox yaxşıdır, bitiricidir. Burada da Aubameyang'ı da salıram. Ya da ki Levan salmıram, çox retk salıram. Bura Vitinha'nı alıram mən. Yəni çox yaxşı pasları var Vitinha'nın həmçinin. Burada Fermin Lopez alıram ya da ki kimi alırdım, Ronaldinho'nu falan alıram. Belə yəni alıram, girirəm ikinciyə. İstəyirsiniz keçək oyuna, oyunda da göstərim sizə, oyunda görüşək. Və bəli dostlar, rəqibimiz gəldi. Görək kimdir? Görək bizim meta düzülüşümüz bunun üzərində işləyəcəkmi? Azar 1 milyon neçə 300 min saat. Biz də elə o civarlardayıq. Düşmüşük biraz. Aşağı baxan yoxdur, əla. Birinci getdik maçdakı rollərə. Mike. Qal eləsən. Orkun Kökçü, Rafinha qısa frikikçi. Soldan sağa ayaqla həmişə yadınızda saxlayın. Sağdan sol ayaqlı oyunçu ilə başladım korneri. Penalti kullanan Kylian Mbappé əla. Hücuma qatılacaq oyuncu Miski Vanderi. Müdafiədən bu ikisindən birindən, bir də uzun boylusu hansıdırsa, kafa vura bilən hansıdırsa, onu hücuma qatılacaq oyuncuya qoyun. Yəni mən bunları sizə bilməyənlərə başa salıram, vurğulayın bilməyənlərə. Bilənlər heç öz yerində. Rəqibin də kadrosuna baxaq. Rəqibin də qəribə düzülüşü var. Onun da görək, özünə görə metası odur. Amma mənim dizilişim belə deyim, sizə dünya sıralaması üzərindədir. Dünya sıralaması üzərindəki insanlar istifadə edir bu düzülüşdən. Və bəli dostlar, oyuna gəldi axır ki PSG Saviol'un vuruşu ilə başladıq. Caicedo. Top çevirmə oyunudur yəni bu. Top çevirmə oyununda uzun pas falan keçmir. Məsəl üçün, Qaqaşın atdığı paslar bizdə keçməyə bilər bizim dizilişimizdə. Daha diqqət tələb edən oyun sərgiləmək lazımdır ki, uduzmayasan bu düzülüşdə. Çünki bir də birdən-birə boşluqlar verə bilir. Çox qəşəng çıxartdı Saviola. Saviola mükəmməldir, yəni sevirəm mən bu oyuncunu. Hesab alacaqdım dostlar, birdən fikrimi dəyişdim. Caicedo'ya yox da, bax mən burada o boyda sözdən aşıram. Gedir Caicedo'ya açır. Phil Foden. Oha. Şey elədilər orada bizi. Təklədilər. Qayda pozuntusu. Əslində qol idi o pozisyon. Qaqaş bilə-bilə elədi, hiss eləyirəm. O pozisyon qol idi da, yəni. Heç nə olmaz, buradan da qol atarıq. Bir dəqiqə dəyişdirim. Hayda, qaqaş, neyiniysən? Bəli dostlar, şükür ki gəldik. Orkunla vuracam. İnşallah girər. Ayda belə şeyin içi... Oha! Necə çıxartdı onu? Bir dənə baxaq, izlət qaqa. Sənin mən üzvün nurunu, mən neynirəm birinci pozisyonu. İzlədirsən tam izlət də. Baxın dostlar, bunu bir dənəmiz belə doldurursunuz. İndi bu ikinci adama gedəcək top. Getdi, prosta alınmadı, vurmadı. Yəni heç olmasa bir 10'da 1'i tuturdu en azından. Bayaqdan tek qale top oynayırıq. Tek qaleye özə. Tek qapı. Senin kafanı İndi Qaqaş gələcək, bir dənə vuracaq, atacaq. Onu atmamışdım mən. Bu nə deyə qolumda?
Oha, oha. Atmadığım insanlara atırlar, atmadığım oyunculara atırlar. Qaqaşın qabağında qalır. Mükəmməl bir top gəldi. Allahdan biz professionalca oynadıq oranı. Onsuz da oynadığınızı özünüz görəcəksiniz. Çift nətər deyim sizə. Bir dəqiqə qol atın. Aynen. Oha da day. İki nəfərlə rəqibin üstünə hücum eləməyin. Yəni bunun xeyrindən çox ziyanını görəcəksiniz. Boşluq verəcəksiniz müdafiədə ya da orta sahada. O boşluq verdiyiniz yerdən rəqib pas atıb keçəcək. İndi bir də rəqib görməz, iki də rəqib görməz, üçüncü yaxşı oynayar, görər. O girsəydi vara, mən dəli olardım da. Birinci time 0-0 bitdi. Oyun yəni gördüyünüz kimi rəqibin üstünə yıxılmışdı onsuz da. Biz normal yıxdıq. Yəni oyun bizim haqqımız idi. Biz bir gol ən az atmalıydıq ki, ata bilmədik. Yəni hər şey göz qabağındadır. Düzülüş də göz qabağındadır. Kimin yaxşı oynadığı da göz qabağındadır. Heyf. Nətər onu Van de Ven indirmişdi axı. Və rəqib məsəl üçün əzbəri oynayır, tələsir. Day neyniyim mən bundan artıq. Qəşəng. Aldıq Mbappé. Heç nə demirəm mən. Heç nə demirəm. Bax, oyun bildiyin eləmir, istəmir də biz udaq. Burada Mbeumo alaq dostlar. Vitinha dediyim kimi, Fermin Lopez dediyim kimi. Dəyişikliklərimizi elədik. Polnu hazır vəziyyətdə. Görək nə göstərəcək. Çox qəşəng çəkdim də, yəni o qol idi. Allah haqqı o qol idi. Burada dizilişdən də əlavə sizin öz oynayışınızdan da çox şey asılıdır. Yəni birinci oynayışdır. Az qalsın danışırdım deyə qol atırdı. Birinci oynayışdır, ikinci kadrodur, üçüncü dizilişdir. Bax yenə də. Bütün oyunu mən oynayım, gəlsin bir dəfə qol atsın. Nam elədiyimi siz eləməyin dostlar. Mən uduzuram deyə əzbər oynayıram. Məndə yüngülvari. Əsəblərim pozuldu deyə belə oldu. Rəqib bir qəpiklik top oynadı savara. Mən nə deyirsiniz deyin də. Qaç Rashford, sən eləyərsən. Marcus Rashford. Marcus Rashford. Bax dostlar, bu boşluqları verirlər. Yəni düzdür, indi mən bu qolu atanda şey oldu biraz. Rəqib boşluq verdi. Boşluq verdi deyəndə aradan çox yaxşı qaçır. Marcus Rashfordun aradan qaçışlarını sevirəm deyə almışam zaten onu.
Belə bir səhv eləməzlər də rəqib. O mənim açıq aydın səhvim idi. Bax bu hücumcu qapıçının yaxşı cəhətidir. Bir də atak şansı ver bizə. Vermədi. 1-1 bitdi. Yəni indi onsuz da buradan görəcəksiniz kim daha yaxşı oynayıb. Açıq aydın ortadadır zaten. Rəqibin başarılı pasından çox pasım var. Yəni nə deyim mən? Rəqibin ümumi pasından çox başarılı pasım var. Qapıçısı yəni yaxşı idi. Dirəyə dəyən pozisyonlarımız oldu. Gördüyünüz kimi Kasilyası 6.5 alır. Yəni buradan bunu demək istəyirəm ki, dostlar, hər şey diziliş deyil. Ya da belə deyim, hər şey kadroda deyil, hər şey oynayış da deyil. Yəni bunlar sırayla gedir mənim fikrimcə. Birinci oynayışdır, ikinci kadrodur, üçüncü dizilişdir. Ya da bu ikisi dəyişə bilər, amma birinci oynayışdır. Yəni kim yaxşı oynayırsa, o günün sonunda o qazanır. Momentuma da rəğmən, başqa şeyə də rəğmən. Yəni oynayışdır hər şey. Momentumu qıra da bilən var. Məsəl üçün mən qıra bilmirəm. O qədər professional oyunçuluğum yoxdur. Nəysə dostlar, yəni gördüyünüz kimi belə. Bu günlər sizə oyunun püf nöqtələrini göstərməyə çalışdım. Məndən gəldiyim qədər. Bilməyənlərə təbii ki də. İnşallah ki bacarmışam. Nəysə dostlar, sağ olun. Gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.